Mən Səmədov İlkin 1985-ci ildə Moskva şəhərində anadan olmuşam. Amma Bakıda böyümüşəm. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. 2008-ci ildə Fransaya, Metz şəhərinə köçmüşəm. Maliyyə mühəndisi olaraq çalışıram. 17 ildir ki, Fransadayam. Bəlkə macəra axtarışındaydım, həyatımı dəyişmək istəyirdim. Əlaqəmi heç vaxt kəsməmişəm. Yəni mütəmadi olaraq əlaqədəyəm. Hansı sayda dost qoyub getmişəmsə Azərbaycanda, elə o sayda da dostlarım qalıb. Yəni nə artıq ki azaldı. Harda məskən salsan, gönlüm canım vətəndə, böyüdən ürəyimdir, vətən sənin sinəndə. Deyə bilmərəm ki, mən bütün sahələrdə Avropalaşmışam, deyə bilmərəm ki, bütün sahələrdə Azərbaycanlı olaraq qalmışam. Yəni beynimi məncə adaptasiya eləməyə nail olmuşam, ola bilmişəm. Bu günləri işim, mən artıq təhsilim, işim bura uyğundur. Əlbəttə ki, iş baxımından bəlkə çətin olar, yenidən adaptasiya olmaq, amma inanmıram ki, yəni kədərləndirməz. Yəni mənə elə gəlir ki, mən bugün belə qayıtsam, tez bir zamanda oradakı professional həyatıma adaptasiya ola bilərəm. Doğma sahillerinden seni talih kopardı. El uzatsan vətənə, əllərini sıxan var. Azərbaycan mənə həyat verib, Fransa mənə təcrübə verib. 35 illik bir ölkə ilə, yəni 400 illik bir ölkəni müqayisə eləmək biraz bəlkə düz olmaz, amma mən sizə bugün əminliklə deyə bilərəm ki, yəni son 20 ildə bizdə olan inkişaf bəlkə bunların bir 100 ildə olan inkişafına bərabərdir. Mən çox insan tanıyıram ki, burada maddi olaraq heç bir problemi yoxdur, amma problemləri hamısı mənəvi dəyərlər üzərində qurulur. Azərbaycanın mənəvi olaraq demək olar hər bir şeyini Fransaya gətirərdim.